Son illərdə, son 10-15 ildə Azərbaycanda yeni bir müsbət tendensiya yarandı, formalaşdı. Bizdə bu yox idi. Bizdə ziyalının çıxıb televizorda, radioda uzun müddətli, davamlı danışmaq ənənəsi yox idi. Yox idi. Biliyorsan 75 yaşında professordur. Ömründə cəmi 2 dəfə çıxış eləyib publika qarşısında. Cəmi. Kitab yazmaq kifayət eləmir, əzizim. Danışmaq, indiki dövr danışmaq dövrüdür. Kitab yazmaq yox. 500 səhifəlik sən kitab yazırsan, onda 400 səhifəsi şablon cümlələrdir, yoracaq məni. Yox. Çıx sosial şəbəkədə. Ay professor yazısı, millətə danış. Həftədə yarım saat danış. Məsuliyyətsizliyin əleyhinə danış. Denən ki, insan məsuliyyətli olmalıdır. Bunun mövzuda danış. İndi sual. Yaxşı, birinci sual. Bu tipdə faydalı, səmərəli danışan bizim Azərbaycanda neçə ziyalımız var? YouTube-da, sosial şəbəkələrdə, efirlərdə. Yaxşı. Əsas sosial şəbəkələrdə indi. Bizim veriliş də indi sosial şəbəkələrə gedir, yayılır. Birinci sual budur. İkinci sual. Birinci məsələ budur ki, ziyalılar sosial şəbəkədən xalqa müraciət eləməlidir ki, məsuliyyətli olun. Mütləq. Yəni bu ifadədir axı. Siz nə danışırsınız? Sözlər nə qədər təsirli ola bilər? Nümunələr göstərmək lazım. İcazə verin. Xahiş edirəm, mən sözümü qutarım. Lütfən, qurban olum sizə. Xahiş edirəm. Sözümü qutarım. Əzizim, tərbiyə deyilən bir şey var da, tərbiyə. Bu tərbiyəni insan necə alır, necə formalaşır? Bunun mexanizmi nədir? Bax, misal üçün, adi bir primitiv misal çəkirəm. Məsələn, mən yemək qaydasını bilmirəm. Bilmirəm də. Gəlirəm, Müsalə xanım, sizinlə bir dəfə məclisdə otururam. Mənə mədəni şəkildə deyirsiniz ki, Mahir müəllim, adam çəngəli bıçağı elə götürməz. Bunu deyirlər öyrətməkdə. Bunun başqa adı yoxdur ki, təhsil, tərbiyə öyrənmək. Mən bəzən riyaziyyatı öyrənirəm. Bəzən də məsuliyyətli olmağı öyrənirəm. Təəssüflər olsun ki, bizdə riyaziyyatı öyrədən müəllim var, amma məsuliyyəti öyrədən müəllim yoxdur da. Mən bunu demək istəyirəm. Sizin təbirinizə deyəcəm. Onun repetitoru yoxdur. Ona insanlarımız pul xərcləmir. Həmin məsuliyyətsiz uşaq birinci gəlir, onun məsuliyyətli olmağına, tərbiyəli olmağına diqqət ayırmayan valideyni cəzalandırır.